Əzizlərim, hər birinizi xoş gördük. Bu videoda ilk öncə olaraq mən sizə özümün, belə deyək, şaman yolundan və şaman fəaliyyətindən danışmaq istəyəcəm. İlk öncə olaraq təbii ki, bəzən insanların sən özünü şaman adlandırarkən çox müəyyən bir mühakiməsi ilə, negativ hallarından qarşılaşırsan və sənə inamsızlıq hallarından xüsusən qarşılaşırsan ki, şaman heç vaxt özünə mən şaman olduğunu bildirmir, söyləmir. Əzərəm, təbii ki, bu sözün içərisində çox böyük bir faktlar var. Yəni, fakt anlayışı nədir? Biz həqiqətən bəzən müəyyən bir kəsin özünü şaman elan etdikdən sonra biz onu nə edirik? İşlərinə baxırıq, onun etdiyi fəaliyyətə baxırıq, insanlarla verdiyi nəticələrə baxırıq və təbii ki, bunun əsasında biz artıq deyə bilərik ki, yəni, məsəl üçün, bu insan müəyyən şamandır, yoxsa şaman deyil. Və ona görə də bəzən insanlar bunu deyəndə ki, mən şamanam, biz bir çox mənfi təcrübələri xatırlayırıq və içimizdə müəyyən bir istərsiniz kognitiv dissonans yaranır ki, qəbullanmamaq, ya şübhə etmək, ya müəyyən biraz belə deyək, ehtiyat etmək anlayışları yaranır. Və xüsusən də bu elm haqqında, bu aləm haqqında bilənlər isə xüsusən, belə deyək, şamanizmə qarşı bir o qədər də, belə deyək də, bir mənalı şəkildə yanaşmırlar. Mən bu videoda ilk öncə olaraq sizə, əzizlərim, özümün, belə deyək, sistemimdən, özümün fəaliyyətimdən, amma təbii ki, bir şamanın özünün keçdiyi yolu danışmaq istəyirəm. Və heç vaxt özümə bu şəkildə şaman deməmişəm. Bu mənim üçün ilk təcrübədir və ilk özümü, belə deyək, yaxşı mənada müəyyən bir qəbullanmamı deyim, müəyyən, belə deyək də, artıq özünün işlərinə baxaraq, özünə dəyər verməyə öyrənən bir insanın yəqin ki, kəlmələridir. Əzizlərim, ilk öncə olaraq şamanizmi anlamağımız lazımdır ki, bu müəyyən bir sistemdir. Yəni, mən, məsəl üçün, bu yola ilk öncə olaraq psixologiyadan gəlmişəm və belə deyək də, birinci İncəsənət, belə deyək də, Rəssamlıq Akademiyasında sənətşünaslıq fakültəsini bitirərək bu sahədə müəyyən bir proseslər, belə deyək də, etməyə çalışdım, reallaşdırmaq üçün özümü. Belə deyək, Mədəniyyət Nazirliyində işləməyim, Dövlət Rəsm Qaleriyasında olmağım, Mədəniyyət evində işləməyim. Yəni, bu sahə mənim üçün çox böyük bir ruhumun yolculuğu idi və ruhum burada bir çox şeylərə, belə deyək, götürməliydi və dərk etməliydi. Təbii ki, bu prosesdə mən artıq hiss edirdim ki, mənim həyatımda çox böyük bir dəyişimlər gedir və dəyişimlərin nəticəsi nədən ibarət idi? Mən qarşıma qoyduğum məqsədlərə çox gözəl şəkildə çatırdım, amma hiss edirdim ki, məni məmnun etmir bunlar, mən nəsə başqa bir şey istəyirəm. Və daima bunu hiss edirdim ki, insanlar mənim yanıma gələndə, mənimlə söhbət edəndə, məni tanımadan öz sirlərini mənə verirlər, ürəklərini mənə açırlar və üstəgəl sual da verirlər ki, Rəna, bununla nə etmək olar? Mən isə nə psixoloqam, nə, belə deyək, həmin zamanda özümün şamanik yolundayam və adi sıravi, belə deyək də, mədəniyyət evində işləyənmi, kitabxanada mı işləyən, nazirlikdə mi işləyən, yəni sıravi bir insanam və mən də hələ özümü dərk etməmişəm. Amma bu insanlarla söhbət edərkən mənim içimdən cavablar gəlirdi. Və mən bu cavabları söyləyərkən gördüm ki, wow, bu insanların, belə deyək də, şuurunu tutur, insanları cəlb edir, maraqlı gəlir və həqiqətən də mənim söylədiklərimdə bir cavab tapıb həyatlarında real nəticə görürlər. Və bu mənim özümü təbii ki, çox böyük bir, belə deyək də, düşünmə proseslərinə gətirirdi. Ki, özümü tapmaq üçün, öz yolumu tapmaq üçün, mən kiməm, mən nə etməliyəm, bu suallar mənim daimi beynimdə idi. Və mən başa düşdüm, dərk etdim ki, yəni mən Rəssamlıq Akademiyasını bitirsəm də, yəni sənətşünaslıq anlayışını öyrənsəm də, mən daima psixologiyanın içində olmuşam və mən insanlarla söhbət edərkən özümü daha xoşbəxt hiss etmişəm. Onların mənə müraciət etməyi, sual verməyi, cavab tapmağı və bunların hamısı o qədər sadə, təbii yolla baş verir ki, və mən buna heyrətlənirdim. Və həqiqətən yadımdadır ki, yəni mən ümumiyyətlə çox introvert bir insanım və özümlə zaman keçirməyi, içimdə özümün suallarıma cavab tapmağı xoşlayan birisiyəm. Və həqiqətən yadımdadır, mən mədəniyyət evində işləyirdim, həm ərəflərdə Binə qəsəbəsi, mədəniyyət evinə buradan salamlar kim izləyirsə. Bizim orada çox möhtəşəm bufetimiz var və işdən ayrıldım, gəldim bufetdə oturdum və çox dərin bir düşüncəyə getdim. Fikirləşdim ki, içimdə bir proses gedir, danışıq, diyalog prosesi gedir. Rəna, mən kim olmaq istəyirəm? Bax, bu proseslər sənin xoşuna gəlirmi? Səninlə ləzzət eləyir və axtarışlar gedir. Və həqiqətən içimdə psixologiya səsləndi. Və mən psixoloq olmaq istəyirəm. Həqiqətən, insanlar yaxınlaşanda məndən soruşurlar ki, Rəna, sən psixoloqsan. Mən deyirəm, yox, mən psixoloq deyiləm, adi insanam. Amma bundan sonra başa düşdüm ki, bəli, deyəsən mən psixoloq olmaq istəyirəm və belə deyək də, hər situasiyalar, hər vasitələr buna doğru mənə apardı. Və qarşıma mənim, belə deyək də, çox yaxın bir dostumun
çıxmağı, hansı ki, mən həmin ərəfələrdə çox güclü şəkildə, belə deyək, Krişnaizm fəlsəfəsində, Krişnaizm, belə deyək, şuurundaydım və burada həqiqətən özümün ruhani ustadım var idi. Hər dəfə mantra meditasiya eləyirdim, məbəddə idim, ətrafımda məbəddə olan, belə deyək, insanlar, hər biri ruhaniyyətlə məşğullar. Və həmin insan mənə gəldi, söylədi ki, yəni belə bir institut var, psixologiyadır, ruhaniyyətlə birlikdə və mən duranı oxumuşam, çox gözəl, dərin bilgilərdir. Və mən bu insanla tanış olanda gördüm ki, həqiqətən bildikləri bilgilər məni çox maraqlandırır və mən həmin ünvanı araşdırdım, öyrəndim, birbaşa ora yazdım, əlimdə hələ o qədər maddi pul yoxdur, amma istək var, yazdım, məni qəbul etdilər və sonra başladım artıq işimin, belə deyək də, pulu mənə o qədər qane etmirdi, yəni çatmırdı o ödəməyə. Əlavə olacaq işlər tapdım, iş tapıldı, hər şey tapılır əzizlərim və mən artıq institutdayım. Mən psixologiya institutundayım, 1-ci ilimiz başlayıbdı və mən dərsə gəlmişəm, özümün bütün bagajlarımla fikirləşirəm ki, mən gələcəm, burada indi özümün lider keyfiyyətlərimi göstərəcəm, xoşbəxt olacağım, wow, nəhayət, mən tapmışam, xoşbəxtcəsinə gəldi və həmin ərəfələrdə həyatımda, belə deyək, münasibətlərdə çox böyük bir, belə deyək, ağır periodlar yaşayırdım ki, istədiyim insanla birləşmişdi, ayrılmışdıq və mən buna yenə fikir vermədən arzularımın arxasından getmişdim. Yəni, iç dünyam biraz yaxşı deyil dərin ərəfələr. Və mən gəlmişəm, bizi artıq qruplara təyin ediblər, mənim özümün mentorum var, kuratorum var və hər tələbə kuratorla söhbət eləyir və mən onunla söhbət eləyirəm və əzizlərim, hiss eləyirəm ki, mən danışa bilmirəm. Mən adi hər dəfə bülbül kimi ötərək danışdığım şeyləri indi danışaraq ağlayıram, danışıram və özümün ağlamağımı dayandıra bilmirəm. Və bu söhbət bitəndən sonra həqiqətən, belə deyək, digər növbəti dərsə getdik. Həmin dərsdə ailə ilə, ailə sistem tənzimləmələrini, ailə dizimini öyrənirdik, real praktikalarla. Mənim içimdə bütün valideyn, nəsil, hər şey oyanıb və səhərə mən qalxıram ki, mənim sol tərəfim donubdur. Yəni, sol tərəfim mənim işləmir. Mən yataqdayam, ayağa qalxa bilmirəm və başa düşürəm ki, transformasiya baş verib. Yəni, ana ilə olan proseslər işlənildi, nə qədər ağlamışam, nə qədər pis olmuşam, gəlmişəm, yatmışam, səhərə qalxmışam ki, bədənim donubdur, yəni. Özümü hiss edə bilmirəm, bədənimi duya bilmirəm. Və təbii ki, artıq bu mənim yolum idi, yəni bu mənim transformasiyam idi ki, psixologiya institutunu, belə deyək, oxumağım, ondan sonra digər psixologiya institutunu oxumağım və sonradan artıq həyatımın, belə deyək, ailə qurma dönəmləri başladı və mənim İstanbula köçməyim, ailə qurmağım və bunu unutmağım, yəni mən bu prosesi unutdum. Bəli, təhsil almışam, bəli, psixologiyanı istəyirəm. Təsadüfən günlərin bir gün İstanbulda olarkən rəfiqəm Bakıdan gəlir və məndən reqressiya seansı istəyir. Yəni, mənə reqressiya elə bilirəm ki, sən institut bitirmirsən və bunu bilirsən. İstanbul otağında, evimdə mən rəfiqəmə reqressiya seansı edirəm. Rəfiqəm vav nəticə alıb evdən çıxır. Rəna, bunu eləməlisən. Və mənim ağlıma bir fikir gəlir. Həmin zamanlar Instagramda sadəcə olaraq lifestyle, belə deyək, anlayışında müəyyən bir kütləm var idi. Buraya yazırım ki, mən ödənişsiz olacaq reqressiya seansları edirəm. Gəlmək istəyirsiniz, gəlin şuuraltı dönüşümü, şuuraltı təmizliyi və insanlar yazır. Rəna, mən seans istəyirəm, Rəna, mən seans istəyirəm. Mən sadəcə təsadüfən yazdım ki, deyili tutar, tutmaz. Və mənim artıq, belə deyək, qəbula yazılan 20 nəfər adam var. Bu 20 nəfərdə mən işləməliyəm. Yəni 20 istək gəlib inboxa məni yaz və mən ödənişsiz söyləmişəm. Öz təcrübəmi, öz praktikalarımı, yəni təzədən oyatmaq üçün, yadıma salmaq üçün ödənişsiz edirəm. Və əzizlərim, həqiqətən 3 ay tam İstanbulda səhər saat 8-dən axşam saat 11-ə qədər gün ərzində 20 nəfər insan qəbul edirdim. 20 nəfər insan, gənc, yaşından asılı olmayaraq. Və bu insanlarla işləyirəm və mən istəyirəm ki, mən xoşbəxtəm, bu mənimdir, bəli, mən özümü tapmışam, nəhayət, wow, ra. Və gəldim, artıq işimlə bağlı müəyyən ödənişlər almağa başlayıram, müəyyən kampanyalar eləyirəm. Yəni nə? Mənim həvəsim odur ki, gözəl videolar çəkmək, insanlara bunu paylamaq, bu məni xoşbəxt edir. Və günlərin bir günü bir xanım gəlir və mənə inboxa yazır ki, Rəna, sən bunun təsirini verirsən, mən səndən bunu öyrənmək istəyirəm. Əzizlərim, mənim üçün çox böyük məsuliyyət idi. Yəni, psixologiya tədris etmək. Bəli, mən psixologiyanı bitirmişəm. Bəli, mən artıq psixolog kimi fəaliyyət göstərirəm. Amma bunun tədrisini vermək mənim üçün böyük bir məsuliyyət. İçimdə artıq Allaha bir dua prosesi gedir ki, yəni Tanrım, mən bunu başara biləcəm. Yəni, okey, kainatın dilidir. Kimsə bunu məndən istəyib. Mən istəyirəm buna cavab vermək. Bəli, təhsil vermək istəyirəm. Bəli, başqa maneələrə baxmıram. Sadəcə irəlilə. Və qəlbimin səsini dinlədim, intuisiyanın səsini dinlədim. Dedim ki, bəli, mən dərs verirəm. Və sonra ağlıma gəldi ki, mən niyə axı bunu bu şəkildə elan etmirəm? Sonra Instagram şəbəkəmdə elan edirəm, sosial şəbəkəmdə ki, mən
belə deyək, 8 aylıq psixologiya kursu təhsil etmişəm. Kimlər maraqlanır gəlsin. Yanında olan köhnə klientlər, hamısı bu kursa, hamısı deməyin, əksəriyyəti bu kursa yazılır. 12 nəfər insan kursadan gəldi. Mən yenə əyləşmişəm şoklar içərisində ki, Allahım, bu nədir belə? 12 nəfər insan mənə inanıb və təhsil almağa gəlib. Yenə bu prosesi davam elətdirirəm. Tələbələr gəlir. İstanbul mənim həyatımın birinci təcrübəsi. Mən dərs keçməyə başlayıram və ən uğurlu layihələrimdən birinə döndü ki, psixologiya kursunun 7 yığımı oldu. Və bu 7 yığımın içərisindən nə qədər insanlar belə deyək, psixologiyanı öyrəndi, özləri başladılar fəaliyyət göstərməyə, missiyaları, potensialları açıldı. İnsanlar artıq onlara gəlir, pul ödəyir, seanslar eləyirlər, bəziləri dərs keçməyə başlayır. Və bundan sonra belə deyək, mənim özümün transformasiyam ki, mən daima təhsil verdikcə, seans verdikcə özüm də daima təhsil alıram. Özüm də daima oxuyuram və bilgilərimi genişləndirirəm. Və mənim sonradan, belə deyək, müəyyən, belə deyək, bir mag ustada rast gəlməyim, Los Angeles'da yaşamağı, onlayn olaraq, yəni YouTube'dan tapmağım, əlaqə yaratmağım, dərslərə başlamağım və mənim şaman yolumun başlanğıcı. Və həmçində bioenergetikanı öyrənirəm. Çox güclü olacaq bioenerji ustadım, müəlliməm var. Onunla dərs keçirik. O, belə deyək, Samarada yaşayır, mən İstanbulda, digər müəllimim LA-də və mənim şaman yolum başlayır. Bu şaman yolunun başlamağı nə dəzlərim? Yəni artıq psixologiya ilə bura giriş etmişəm. Yəni psixoloji olacaq strukturlarını bilirəm. Və mən hiss edirəm ki, mənə enerjisel strukturlar, mənə ruhani, mənəvi strukturlar var. Bildiyim müəyyən mərtəbəyə qədər gəlir, amma buradan sonra yenə var. Amma mənim sanki orada dostluğum yoxdur. Mən istəyirəm özümə, istəyimə, kainata bir vızıf müəllimlər tapıldı. Və sonra isə, belə deyək, mənim Baliyə köçmə məsələm. İstanbulda, Türkiyədə zəlzələnin başlamağı, prezident seçkiləri, belə deyək, dolların oynamağı və hər şey qarışır, həyat yoldaşımın işində problemlərin yaranmağı və mən bütün bu situasiyaları izləyirəm ki, wow, nə baş verir, hələ ki izləyirəm sakitcə, amma işimi də görürəm. Və günləri bir gün səhər tezdən qalxıram, deyirəm ki, bəlkə biz köçək Baliyə və mənim həyat yoldaşım o saat razılaşır. Biz artıq başlayırıq sənədləri düzəltməyə, evdəki olacaq müəyyən əşyaları satırıq, planlayırıq nətər Baliyə gedəcəyik, ev falan, yeni detallar. Və mən Baliyə gəlirəm və Balidə mənim şaman yolum başlayır. Əzizlərim, şaman yolu heç də asan yol deyil. Bu yol ilk öncə olaraq cəsarətli insanların yoludur. Əgər cəsarətin varsa gəl, qorxun yoxdursa gəl. Bu yol həqiqətən özünü sonuna, son belə damlasına qədər verən insanların yoludur. Və təbii ki, bu yol sınaqlarla, çətinliklərlə doludur. Mənim bütün, belə deyək də, qorxularımın hamısı Balidə yaşandı. Mən daima həqiqətən ailə həyatından çıxmaq anlayışından, boşanma prosesləri, bunlardan qorxurdum. Maddi olacaq müəyyən sıxıntılar dövrünə düşməkdə bundan qorxurdum və çalışırdım, bundan daima psixoloji işləyirdim. Amma bura gəldikdə mən bunları yaşadım. Və təbii ki, bunlara minnətdaram, yoluma çox minnətdaram. Mən bunları yaşamasaydım, mən bunları keçməsəydim, bugünkü mən olmazdım. Hansı ki, özünü arxalanmağı başarır. Hansı ki, özü ayaqları üstündə durmağı başarır. Nə qədər mənəvi onu sıxmağa çalışsalar da, yıxmağa, öldürməyə, hətta bu hallar da yaşanıb mənim həyatımda. Belə deyək də, hipnotik, manipulativ ataklar, şuurumun idarə olunması, qara magiya ilə qarşılanmağı, mafiyada olacaq insanlardan görüşməyi, bunların məndən qorxmağı və mənim şoka düşməyim ki, mən Binəqədidən olan qız, Bakıdan gələn, Balidəki mafiya məndən qorxur və bu mənim real, belə deyək, təcrübələrim də hansını ki, indi bölüşürəm və bunu heç yerdə söyləməmişəm. Əgər bu bilgilər məndə olmasaydı, mən bu yolu yəqin ki, sağ çıxa bilməzdim. Deyilib, böyüdüb şişirtmək istəmirəm, olanları söyləyirəm. Ona görə şaman özünün yolunda böyük maniyələrlə qarşılaşacaq. Düşünməyin, bu yol asandır. Bu yol çətindir, bu yol səni sınayacaq və göstərəcək sənə ki, sən nə qədər həqiqətən saf və təbii olaraq busan yoxsa yox. Bunu sənin özünə göstərəcək. Və bunu özünün dərk etməyin sənə kifayətdir. Məğlub olunsan içində, yoxsa qalib gəlmirsən. İçində məğlubiyyəti sənə göstər. Dərk elətdirəndən sonra ki, bax sən kimsən, özünü gör, tanı, bu nə qürurdur, egodur, bu sən saf, ruhundur, özünsən, niyyətindir və özünü xatırla. Şaman yolu budur. Və ona görə də bu videoda ilk öncə olaraq istəyirəm sizə bildirəm ki, şamanizm sistemdir.
Yəni mən istədiyim nailiyyətə çatdım. Mən həmin o mərtəbəni istəyirdim İstanbulda yaşayarkən, özümü böyüdərkən və bu mərtəbə mənə verildi. Bu ruhaniyyətin mərtəbəsidir. Və təbii ki, bunun içərisində mənim özümün, belə deyək də, aqressiv tərəfinin transformasiyası başladı. Harada ki, belə deyək, mən özümü daha çox güclü qorumadaydım. Müəyyən proseslərdən qorxurdum insanlardan. Çünki mənim uşaqlıqdan olacaq müəyyən, çox uzun vaxt məni izləyən müəyyən transformasiya prosesi, yəni travmanın transformasiyası bitdi mənim. Çünki mən bu qorxunu yaşadım, mən bu qorxunu keçdim. Ölmək və dirilmək qorxusu. Və həqiqətən 12 yaşımda ölümdən çox qorxurdum. Və günləri bir gün dərk eləyəndə ki, mən öləcəm, ailəm öləcək, mən şok yaşayırdım. 12 yaşında uşağın təfəkkürü bunu düşünürdü. Və mən bu ölüm qorxusunu burada yaşadım. Mən öldüm əzizlərim. Fiziki olaraq həqiqətən, belə deyək, şamanik prosedur var ki, bufo alvarius, qurbağanın təri kristallaşmış formada, onu siz çəkirsiniz və klinikə ölüm keçirirsiniz. Bunun haqqında oxuya bilərsiniz. Çoxlu yazılar var, elmi məqalələr. Məhz DMT molekulunun bizim beynimizdəki olan molekuldur ki, öləndə məhz həmin molekul ifraz olunur və həmin molekulu siz çəkdikdə artıq siz klinik ölüm keçirdiniz və şamanın həqiqətən fiziki ölüb və fiziki yenidən dirilmə prosesi yaşandı məndə ki, mən fiziki olaraq öldüm, yanımda deyil 3 nəfər bunu gördü şaman, kim ki bu proseduru, seremoniyanı mənə keçirdi də və sonradan yenidən dirilməyim və oradakı özümün artıq spiritual proseslərin, gördüklərim, mənə anladılanlar, mənim yolumun göstərilməyi sadəcə olaraq özümə minnətdaram bu yolu getdiyim üçün. Və buradan da həqiqətən bu videonu izləyən, mənim yolumun müəyyən bir hissəsini eşidən insanlar üçün istəyirəm bildirəm ki, şamanizm mən seçilmişlər üçündür ilk öncə olaraq. Bu yolu hazırsansa gəl. Bu yola özünü doğrudan da sonuna qədər həsr etmək istəyirsənsə, özünü xoşbəxt etmək, azad olmaq və təbii ki, bu ruhlar tərəfindən seçilən prosesdə əzizlərim. Ruhlar səni seçməlidir. Bu doğrudur. Amma bilgi elə bir prosesdir ki, bu açıqdır. Bunun üçün xüsusi seçilməyə ehtiyac yoxdur. Bunu sadəcə olaraq öyrənib həyatınızda tətbiq etmək və onun içərisində artıq ruhların sizi seçməyi, potensialınızın oyanmağı, keçmiş həyat situasiyalarınızın, belə deyək də, çünki siz hələ özünüzü tanımırsınız kimsiniz. Və ona görə də özünüzü tanımaq üçün mənim təhsil etdiyim şamanizm kursudur ki, hansı ki sırf bu kurs, belə deyək, 8 ay müddətində davam edən kursdur və bu kursun içərisinə gələn çoxlu insanlar var. Hər kəs müəyyən niyyətlə gəlir, hər kəs özünün müəyyən axtarışlarından gəlir. Çoxları sonuna qədər gedə bilmir, çoxları sonuna qədər gedir, amma uğurla nailiyyətlənə bilmir. Çox bəziləri, belə deyək, bu yolun içərisində özünü tapa bilir. Və ona görə də bu kurs məhz sizin potensialınızın oyanmağı üçün. Sizin içinizdə əgər şaman ruhu yatırsa və uzun zamandır siz özünüzü axtarırsınız və bilmirsiniz ki, bunu mən necə realizasiya etməliyəm, bu kurs məhz bunun üçündür. Çünki bu kursun içərisində siz həyat keçirsiniz. 8 ay müddəti o deməkdir ki, sizin bütün həyatınız transformasiya olmalıdır. Niyə? 3 aylıq, 1 aylıq, 1 həftəlik sizə, əgər siz yüksək bazadadırsa, sizə tramplin olur. Amma siz əgər, belə deyək, zerodan, sıfırdan başlayaraq özünüzü dərk etmə yoluna dayanıbdır və bu yolda addımlamaq istəyirsinizsə, 8 ay bu həyat yoludur. Bu müəyyən mərtəbədir. Sənin kognitiv düşüncələrini, hərəkətlərini, davranışlarını, nəsil, keçmiş, gələcək, bütün strukturun, həyatının dəyişim və dönüşümüdür. Münasibətlərin, puluvun, missiyavın, bütün sənin arzularının. Bu, belə deyək, 8 aylıq olacaq yoldadır. Və bu kursun içərisində, bu təlimin və yaxud şamanizm akademiyasının içərisində sən özünün potensialını, özünün güclərini, özünün missiyanı dərk edəcəksən və bunu nə cür reallaşdırmaq lazımdır. Bunun praktik yollarını sənə verəcəm, hansı ki, detallı sənin həyatında işləyir və detallı olaraq sənə nəticə verir, nağıl danışmır. Öpürəm hər birinizi və hər birinizi Şamanizm Akademiyasına dəvət edirəm. Bu, həmçinin individual şəkildə də keçirilir və qrup şəklində də keçirilir. Müəyyən suallarınız varsa bu videonu izlədikdən sonra hər birinizi rəy bölməsində gözləyirəm və yaxud hansı yeni mövzular haqqında eşitmək istəyərsinizsə, bunun haqqında da rəylərinizi gözləyəcəm. Öpürəm, növbəti videolarda görüşənədək.